Dinləyicimiz Sudanlı Osman Abdülhafiz soruşur. Kişinin toy münasibəti ilə xına qoymasının hökmü nədir? Bu barədə məlumat verməyinizi xahiş edirəm. Kişinin istər toy münasibəti ilə, istərsə də başqa bir vaxtda xına qoyması haramdır. Çünki xına ilə bəzənmək qadınlara xas xüsusiyyətlərdəndir. Kişi bunu etdikdə qadınlara bənzəmiş olur. Kişinin qadınlara, eləcə də qadının kişilərə bənzəməsi böyük günahlardandır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm özünü kişilərə bənzədən qadınlara və özünü qadınlara bənzədən kişilərə lənət etmişdi. Bundan əlavə də bu əməl həm xına qoyan şəxsdə, həm də onu görən insanlarda müəyyən bir psixoloji vəziyyət yaradır. Belə ki, kişi qadın kimi, qadın isə kişi kimi hiss olunmağa başlayır. Bu da böyük və ciddi bir fitnənin yaranmasına səbəb olur. Xülasə, kişinin istər toy münasibəti ilə, istərsə də başqa bir vaxtda xına qoyması haramdır. Hətta qadınlara bənzəmək ehtiva etdiyi üçün böyük günahlardan sayılır.